Keçirək ikinci hissəyə. Deməli dostlar, sizə bir şey deyəcəm. Mən o videoya baxanda, mən Amini bilirdim, Amin 300 bal toplayacaq. Bir də baxaq videoya. İmişli rayonunun Aranlı kənd bir sayılı tam orta məktəbin 11-ci sinif şagirdi Amin Zeynallı rayon üzrə ilkə imza atıb. O, buraxılış imtahanından maksimum nəticə göstərib. Bəs bu uğura necə nail olub? Gələcək hədəfləri nələrdir? Əməkdaşlarımız məktəbli ilə həmsöhbət olub, onun təsviratlarını öyrəniblər. Amin Zeynallı bu il Aranlı kənd tam orta məktəbin 11-ci sinifini bitirəcək. O, İmişli rayonu üzrə buraxılış imtahanında maksimum nəticə göstərən ilk şagirddir. Ancaq Aminin hədəfləri bununla da bitmir. Buraxılış imtahanım 2 mərhələ üzrə getdi. Birinci mərhələdə Azərbaycan dili və riyaziyyat üzrə maksimum nəticə yığaraq 200 bal topladım. Digər mərhələdə isə ingilis dilindən üzrə imtahan verib 100 bal toplayaraq 300 bala imza attım. İndi mənim məqsədim qəbul imtahanında, blok imtahanında 400 bal toplayaraq 700 bala imza atmaqdır və həkimlik ixtisasına qəbul olmaqdır. İndi qalır növbəti mərhələdə də vaxtı düzgün və keyfiyyətli dəyərləndirmək. Amin yalnız bu yolla uğur qazanacağına inanır. Ailəsi də ona dəstəyini əsirgəmir. Və baxa-baxa mən sizə deyirəm, yəni səsini alıram və deyirəm. Dostlar, videoda 11-ci siniflərdən əsər əlamət yoxdur. Amin 10-cu siniflərlə birlikdədir. Niyə? Niyə? Baxın, uşaqlar qəşəng məktəbli geyimindədir. Yalan söhbətdir. O məktəbdə məktəbli geyim deyilən bir şey yox idi. Çəkilişə görə məcburdular və çəkilişə görə sinif dolu olsun deyənə 10-cu, 9-cu aləmi qatıblar bir-birinə ki, sinifdə uşaqlar var. Budur sizin təşkilatçılığınız. Hanı onun sinif yoldaşları? Niyə sinif yoldaşları? Niyə? Hardadılar? Baxın, saxtakarlıqlarını gördünüz. Vacib idi sinifdə otursun, danışsın. Qıraqda danışardı. Unutmuşsunuz ki, Leyla müəllimi ona görə oradan uzaqlaşdırmışsınız ki, çox şeydən xəbər olmasın. Ağlınıza gəlmədi ki, bu çəkiliş edən zaman Leyla müəllim görəcək ki, orada 11-ci sinif uşaqları, yox 10-cu sinif uşaqları oturub. Hanı 11-ci siniflər? Baxın, İmişlidə bax belə saxtakarlıq gedir. Və bu saxtakarlıq getdikcə mən daha da necə işıqlandırmağa davam etməliyəm. Ona görə də işinizi elə qurun ki, saxtakarlıq olmasın. Yəni dostlar, mən sizə bir daha sübut eləyirəm ki, bax bizim məktəb saxtakarlıqdır. Bax, saxtakarlıq da orada baş alıb gedir. Nə düzəməlli şagirdləri gəlir, nə düzəməlli müəllimləri gəlir. Uşağın adı var, özü yoxdur. Uşağın barmağında özü var, məktəbə gəlmir, amma adı gedir ki, sinif bağlanmasın. Flankəsin adına kart var, amma o adam heç kim bilmir ki, burada bu adam işləyir. Hara baxır? Hara baxırsınız? Bugün mənim işsiz qalmağım ona görə işsiz qaldım ki, mən düzün danışıram. Oradakılar qorxaqdır, oradakılar saxtakardır. Bəli, kimlər saxtakardır özləri yaxşı bilir. Bu video onların qabağına çıxacaq. Çıxacaq onların qabağına. Hamımız eyni yerə gedəcək. Və orada da siz mənə cavab verəcəksiniz. Əl çəkən deyiləm. Əzrail sizdən əl çəkər, amma mən yox.